Mehmet Usta, ne insan orada? Sağ olan heç nə. Emeli restavrasiya edirəm. Daha bir Emeli həyata qaytarırıq və həyatla mübarizə aparmağa görə Nəfəs düzəldirik. alacaq? Bəli. Kardioqram azad eləmişsən. Hamısını eləmişəm, bütün hər şeyi. Demək, Emel başqa ustanın yanında olubdu. Yəni, ad çəkməyəcəm. Çox pis işinə qoyublar Emel. Emel evakuatorla gəlmişdi yanımıza. Videosunda indi yükləyərik bu videonun qabağına. Evakuatorla gəlmiş yanımıza. Korobka vurması, baz, GS5'də nə qədər işıq var, yanırdı da. Yəni ki, Təmiz yeni il idi. bir-iki dənə də başqa işıqlar var idi orada. Sən can qoy, mən də yanımıza. Yəni bir-biri ilə bəhs edirdilər. Yəni bütün hər şey pis gündəydi. Ailəmi qatmışlar bir-birinə. O şunurdan bura pildeyka, bu şunurdan ora. Yəni sizə bir şey də göstərim burada. Hörmətli admin, bunları çəbəyə görürsən, buranı didiblər, oranı didiblər. Belə şeylər çoxdur maşında. Buradan ora, oradan bura. Yəni ki, başlayıblar maşınla oynamağa, tapbaca oynamağa, ABS-i dəyişdiriblər. Maşın alverçilər bu qədər calaq qoymurlar. Nə qədər calaq var burada. Calaqxanadır ki. Nəysə, biraz qeyri-adi maşındır. Baxın, məsələn, mən belə bir şey görməmişdim. Mən də fikirləşən dumanlıya belə bir şey eləyək. Bu nədir bunu vurublar bu? Kasıbın əməlidir də bu, nə var? Yox, boş ver benim. Bunun kasıblıqla nəsə bir əlaqəsi yox. Bunu, yəni, günah bunu vurandadır ki, qardaş. O da kişidir, bu pensioner adam bilirsən ki, bu maşını, yəni, bu düzəltdirməyəcək. Bu maşını niyə vurursan? Hə, bax, o düzgündür. Hə, bax, o düzgündür. Amma vurmaqdan başqa burada daha qeyri-adi, heç vaxt görmədiyimiz, rastlaşmadığımız bir şey var. Əsas bunu göstərmək istəyirəm sizə. Böyle bir sensordur. Sizlərini dala qabağa vermək üçün belə edirsiniz. Meyvəyə dəymə də. Meyvəyə dəymə. O vəziyyət odur burada. İşte, Dayda deyirsən. Maşınlarımızın qədrini bilin. Bəli. Biz bunu çəkib göstəririk ki, yəni siz də maşına baxmasanız, sizin maşında belə vəziyyətə düşəcək. Bu dərəcədə. Maşın belə olar, bu birisini göstər. Bu nədir? Maşın belə olar, qardaş. Baxımlı maşın həqiqətən başqa şeydir. Adam belə olanda... Adamın maşını belə olmalı. Emelə sevgisi də artır, məhəbbət də artır adamı. Yoxsa belə emel görəndə əlbəttə ki, adam nifrət oyanır da. Çox süperdir. Adamın maşında həm benzin, həm qaz, həm dizel. Üçü bir.